Axşamınız xeyir olsun, hörmətli izləyicilər. Saray qəsəbəsində Nazim Marketin arxasında 6 qarajlı ev satışa çıxarıldı. 75 min manata. Fərdi yaşayışdır. Yəni kupça alıb qeydiyyata düşə biləcəyiz bir evdir. Çünki bu ərazidə hamısı kupçalı evlərdir. Kanalizasiyası mərkəzidir. Qaz, su, işıq sayğacları da var. 9 daş kürsülü evdir. Görün necə hündür görsənir. Demək 920-nin 950-yə ev. Böyük kvadratlı evdir. 3 otaqlı evdir, amma kvadratı böyüdür. İndi inşallah görəcəksiniz. 6 qarajlı evdə bir də izah edirəm. Bir dənə zəhmət olsa yaxınlaşın. Buradan darvazadan da girmək olur həyətə. Bir dənə göstərək. Bax bu darvazadan da girmək olur. Burada qarajdır. Maşını birbaşa gəlib buradan qarajada sala bilərsiniz. İndi burada taxta tuxtalar var. İnşallah bunları səhər yığışdıracaqlar. Evin bütün boya-boy altında gəzmək olur. Sadəcə bir dənə bu hissəsini qaraj düzəldiblər. Görürsünüz qapısına qədər qoyulub hazır vəziyyətdədir. Düşür. Görsənir. Davam elə indi evimizin içərisinə. Görürsünüz yoldan, bax məhəllədən. Görün nə hündürlüyünə qalxırsınız evə. Bax yol qalıb aşağıda, ev amaq hündürdədir. Bir dənə yaxınlaşaq. 9 daş kürsülü 75 min manatadır. Bax bu ev. Gördüyünüz bax bu ev. Pilləkənlə burada 9 daş qalxırsınız evə. Yaxınlaşın bura. Zəhmət olmasa yaxınlaşaq bura. Bax burada evimizin dörd bir tərəfinə fırlanmaq olur. Bir dənə zəhmət olmasa buradan göstərək. Bax. Buradan da getmək olur. Buranı göstərək ara məsafəsini. Görürsünüz. Oradan da ara məsafəsi olur. 4 bir tərəfində yox, 3 bir tərəfində. Yəni bir tərəfi bağlıdır. İndi bir dənə davam eləyək bura. Bax bura gəlin. Bax bura indi səhərə bura. İnşallah siz bura gələnə qədər bunların hamısı yığışdırılacaq. Bax kolonların görürsünüz necə kolonlar atılıb. Beton kolonların üzərində tikilib atmaları qəşəng atılıb. Yaxınlaşaq bura. O bayaq sizə göstərdiyim qaraj olan hissədir bura. Bura qarajdır. Bax həyətdən göstərir. Görürsən darvaza da görürsünüz darvaza da açıqdır görsənir. Burada da beton kolonlar var. Bax zalda da qoyulub görürsünüz. Davam eləyək. Gəlin bura zəhmət olmasa. Bax burada o evimizin altıdır. 3 otaqlı evdir. 9 daş kürsülü. 6 qarajlı evdir. 75 min manatadır. 75 min manatdan hələ ev sahibi indirim eləyəcək. Mütləq gəlib bu evə baxın. Nə qədər indirim eləyəcək? İnşallah onu ev sahibi özü sizə izah eləyəcək. Yaxınlaşaq. Bax buradan gəldi evimizin içərisinə. Görürsünüz, abisovkadan yığılmış pilləkənlərdir. Yeri belə qəşəng laminatdır. Siz də zəhmət olmasa gəlin. Bütün otaqlara pülçatları buradan ayrılır. Girən kimi koridora radiator üçün yer qoyulub. Elə bax buradan birbaşa gəlirik qonaq otağına. Yəni zala. Bax gördüyünüz bu qonaq otağıdır. Heç qonaq otağı neçədir? 5.20-nin 3.40-a qonaq otağıdır. 5.20-nin 3.40-a qonaq otağıdır. Pəncərəsi də birbaşa öz həyətinə açılır. Bu cift də qoymuşsunuz. Hə, cift də var burada. Sonra davam eləyək. Qonaq otağından sonra burada bir yataq otağı var. Gəlin bura. Elə birinci bura baxaq. Bu neçədir? 3.20-nin 3.30-a da budur. Bir yataq otağı buradadır. 3.20-nin 3.30-a. Düzdür? Davam eləyək. Neçədir? 3-ün 3.40-a da bu yataq otağı. 3-ün 3.40-a da bu yataq otağıdır. Qapıları da bax görürsünüz fərqli qapılardır. Başqa cür qapılardır. Yaxınlaşaq. Zəhmət olmasa gəlin. Bu da sanitar qovşağımızdır. Aksesuarlarına qədər qurulub hazır vəziyyətdədir. Görürsünüz. Moydadırıdır, unitazıdır. Duşudur, hər bir şey hazır vəziyyətdir. Forçikası da görürsünüz ki, iri səliqəli forçikadır. Kurqavoy qoşadaşla tikilmiş fundamentli kəmərli evdir. Buradan da krişə çıxmaq üçün yerimiz var. İndi mətbəxinə baxaq. Burada mətbəxidir. Mətbəx neçədir? 3-ün 3.30-da mətbəxdir. Mebel arası da keramikasını vurulub. Görürsünüz, buranı göstərək. Mebelin altığına da bura keramika vurulub. Bütün nöqtələrə qədər qoyulub, kanalizasiyasıdır. Kombinin yeridir, qazıdır, hər bir şəraiti qaydasındadır. İnşallah siz gəlin baxın, hətta mətbəxə qədər televizyon qoyulub. Bir də təkrar edirəm, Nazim Marketin arxasındadır Saray qəsəbəsində. 250 metr yoldan məsafəsi var. 75 min manatadır, qiymətində ev sahibi özü indirim eləyəcək. 6 qarajlı evdir, 9.20-nin 9.50-yə evin ümumi çöldən çölə sahəsi. Allah Allah'ın da sadan da xeyir versin, sağ olun.